Heç bir texnogen fəlakət nüvə bombasından daha çox dağıntıya səbəb ola bilməz. Xüsusi bomba sığınacaqlarının nüvə partlayışından qoruya biləcəyinə isə inananlar var. Həqiqət isə başqadır. Birləşmiş Ştatların Kolumbiya Universitetindən Norman Claymanın fikrincə, bomba sığınacağı nüvə partlayışı zamanı təhlükəsizliyə mütləq zəmanət vermir. Onun effektivliyi həm bombanın, həm də sığınacağın keyfiyyətindən asılıdır. Onun sözlərinə görə, sığınacaq nüvə partlayışının baş verdiyi yerdən 1000 kilometr aralıda yerləşirsə, o zaman xilas edə bilər. Amma sığınacaq 160 kilometr radiusdadırsa, çox güman ki, sizi güclü istilik və şok dalğalarından xilas etməyəcək. Nüvə partlayışı nəticəsində dalğaların və hissəciklərin emissiyası olan radiasiyanı da unutmaq olmaz. Clayman deyir ki, divarları beton, polad və qurğuşundan ən azı 1,5 metr qalınlığında olan bunker radiasiyadan qoruya bilər və sığınacaq zədələnməsə belə, hələ də aşağı dozada radiasiya almaq riski var. Alimlərin fikrincə, ölümcül radiasiya nüvə partlayışından sonra günlərlə davam edir. Buna